Növbəti spikerimiz Qabil müəllim. Buyurun. Anar müəllim bu gözəl çıxışından sonra necə bir çıxış eləyəcəm onu bilmirəm. Anar müəllim çox profesional bir çıxış elədi. İlk olaraq SAT qrupa çox təşəkkür edirəm. Mənim ikinci belə bir fürsət verilir mənə. Ona görə də SAT qrupa təşəkkür edirəm. Mən qısa bir giriş eləmək istəyirəm. Biz əslində bu mövzunu seçəndə biz fikirləşdik ki, bunun adını sahibkar idarə etmə və ya kooperativ idarə etmə fərqlərinin strateji idarə etmədəki rolunu yazaq. Sonra bunu lokal olaraq Anar müəllimlə qərarlaşdırdıq ki, lokal və korporativ idarə etmə. Çünki bu korporativ sözü çox məşhurdur. Hansı şirkətə gedirsənsə də hər kəs deyir ki, biz korporativ idarə etməyə keçirik. Nə olduğunu soruşduğunuzda çox böyük bir suallar çıxır. Ona görə biz bunu idarə eləyək. Hər kəs bilir ki, idarə etmə belə bir prosesdir ki, bu ən böyük stratejiyə təsir edən faktor. Yəni, bunda siz doğru bir idarə etmə modelləri, yenə də Natiq müəllim göstərdiyi biznes model və ya idarə etmə modellərini doğru dürüst seçmədiyiniz zaman sizin üçün çox böyük bir problemlər yaranır. Əsasən də bir şeyi heç bir zaman unutmaq lazım deyil. Azərbaycan iqtisadiyyatı, yəni bizim 32 yaşımız var da, yəni bu çox böyük bir yaş deyil. Burada 32 yaşında olanlarımız çoxdur, yəni gördüyüm qədərilə 32-35 yaşınızda. Yəni bizim bir yaşımız olanda Azərbaycan iqtisadiyyatı yaranıb. Əslində belə baxdığınızda bizim indi gördüyümüz iqtisadiyyat ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyindən sonra yaranmış bir iqtisadiyyat. Ondan əvvəl bizim elə bir iqtisadi modelimiz olmayıbdır. Bunu başa düşmək üçün bu dəqiqə bazarda olan böyük şirkətlərin əksəriyyəti əslində lokal şirkətlərdir. Və lokal şirkətlərin bir idarə etmə modelləri var və bu idarə etmə modelləri onlara fərqlilik yaradıb ki, onlar bu yerə gəlib çıxıblar. Bunu mənim 30 illik təcrübəmdə həm yerli şirkətlərdə təcrübəm, həm beynəlxalq şirkətlərdə, yerli başqa ölkələrdəki təcrübələrimdən gördüyüm şey budur ki, yerli idarə etmənin ən böyük üstünlüyü çeviklikdir. Yəni, bir sahibkar var, hamı qaçır onun yanına, ona deyir, qərar verilir və getdik. Və çox balaca bir strukturlar olur. Yəni, o struktur o qədər balaca olur ki, yəni, orada aşağıda olan ən kiçik adam ən yuxarıdakı adama qədər gedə bilir. Və bu, onun ən böyük üstünlük cəhətidir. Əlbəttə ki, orada planlama və ya nə bilim 5 illik, 3 illik, 10 illik, 20 illik belə bir şey olmur. Hər kəs bir qısa bir zaman üçün işləyir. Xüsusilə, məsələn, pərakəndə işi görənlər bilirlər, hər kəs elə bilir ki, onlar aylıq baxırlar, amma onlar həftəlik baxırlar işə. Yəni, planlamasını da həftəlik eləməlidir. Amma istehsalatdan məşğul olanlar illik baxmalıdır. Yəni, bunlar tamamən fərqli sektorlardır. Əgər siz gedib istehsalat kimi gedib pərakəndəyə illik baxarsınızsa da, bir də gözünüzü asarsınız ki, heç bir şey qalmayıbdır. Yəni, planlama məntiqləri fərqlidir. Əlbəttə ki, icra. Bu, ən böyük məsələdir. İcra dedikdə, yəni ingiliscə execution'dır. Bunu Azərbaycan dilində bu dəqiqə çox məşhur bir söz var da, icra. İcrada hər zaman korporativ idarə etməklə lokal idarə etmənin və ya sahibkar idarə etmənin arasında hər zaman fərq, icrada fərqlilik olur. Bu olacaq, olmasa bunun bir faydası ola bilməz. Əlbəttə ki, hər kəs görür ki, şirkət böyüməlidir. Yəni, Anar müəllim qeyd elədiyi o lənətlənmiş böyümə, çox xoşuma gəldi o sözdən, lənətlənmiş böyümə olmasa biznes olmur. Yəni, böyüməyən bir biznesi seçmə lazım deyil, elə bir biznesdə çox getmir. Yəni, bir müddət sonra ya iflas olur və ya tamamən fərqli bir yerə gedir. Lokal idarə etmənin baxdığımızda üstünlükləri ən birinci dediyim kimi çeviklikdir, sürətli qərar vermədir və biz bundan əvvəl də moderatorlar da dedi, yəni
artificial intelligence, süni intellekt olsa belə, hələ də biz bir mədəniyyət var, bizim bir ailədən gələn, icmamızdan gələn, bizim keçmişimizdən gələn bir şey, bu münasibətlərlə idarə olunan bir idarəetmə modeli vardır. Yəni, bir sahibkar hər zaman birinci biznesini başlayanda çalışır ki, yanında qohumum olsun, qardaşım olsun, dostum olsun. Bu münasibətlərlə idarə olunan bir biznes modeli olur. Əlbəttə ki, ən böyük problem strukturlaşmada yaranır. Struktur qurmaq istəyirsiniz. Qardaş, biz burada neyiniyək kimi hara qoyaq? Bu mənim dostumdur, bu mənim xala oğlumdur, bu mənim bibi oğlumdur, bu mənim bacımın yoldaşıdır, bunu bir yerə qoymalıyıq və strukturlaşma prosesi çox zəifləyir. KPI, bu çox məşhur sözdür. KPI sız bir şey olur, yəni ölçülə bilən heç nə olmur, yəni ölçmək istəmirlər. Çünki böyümə başladığında ölçmək çox çətin olur. Yəni ölçüb bir yerə gətirib çıxartmaq çox çətin olur. Mən bir dənə təcrübəmi deyəcəm sizə. Bir şirkətdə biz korporativ deyirdilər. Amma mən belə bir şey gördüm. Məsələn, sahibkara gedib bir şey deyirdilər. Sahibkar orada 2 dənə qərar vermə şeyi var idi. Birinci, yox deməsi üçün o deyir ki, biz korporativlik gedin, korporativlik olaraq qərar verin, oturun, danışın, gəlin. Amma ikincisi həmən qərar verirdi. Yəni orada bu ikili model hər zaman yəni yolunu tapana qədər bir zamana ehtiyac var ki, bir yerə gəlib çıxa bilsin. Subyektiv qərarlar, içəridə olan komanda sürətli qərar verir. Onlar bəzən insanların qərarına görə idarə edirlər. Və gördüyüm ən böyük şey, dəyişməyə çox qorxurlar. Transformasiya çox ağırlı bir prosesdir. Hər adam onu ala bilmir. Bunu mən təcrübələrimdən gördüyüm və bunda qəbul elədiyim belə bir şey var. Hər kəs özünü bir sahibkar kimi fikirləşdiyində, onun o biznesi başlanma vaxtını da fikirləşdiyində, onun bir həyatını geridən doğru gəldiyinizdə o qorxunun əslində səbəbini başa düşürsünüz. Yəni, hər kəs, hər bir sahibkar üçün biznesi bir ailə və bir övladdır. Hər kəs öz övladını, indi burada ailəli, uşağı olanlar vardır, uşağı bir yerə, bir dostunu qoyanda, birinə tapşıranda, birinə şeyləndə deyir, bunun şeyi pozular, bu pis bir yola düşər, birdən burada bir problem olar, ondan çox qorxurlar. Ona görə də dəyişmə hər zaman problem olur. Bu işin korporativ tərəfi də var. Korporativ idarə etmə deyəndə bu çox məşhurdur bu dəqiqə. Hamı korporativləşək, korporativ oluruq. Bu nədir? Baxın, dünyada bu bir statistikadır. Bilirsiniz ki, şirkətlərin ömrü əgər korporativləşmirsə də onların təsisçilərinin ömrü qədərdir. Bu bir dünya statistikasıdır. Yəni, əgər bir şirkətiniz varsa, sizdən sonraki övladlarınız, sizin davamınız olsun istəyirsə də mütləq korporativləşmək məcburiyyətiniz var. O bir çox çətin bir qərar da, insan qərar verə bilmir. O dediyim kimi, yəni bu övladın siz bir yerə oxumağa, xaricə oxumağa göndərmək qədər veriləcək qərarlar qədər çətindir. Yəni bunu göndərirsiniz ki, uzaqda olacaq, mən bunu idarə eləməyəcəm, bu məndən kənarda idarə olunacaq, bu necə olacaq? Bunlar şeydir. Amma bu korporativ idarə etmə, mən korporativ mühitdə çox çalışmışam. Orada da çox problemlər var əslində. Belə baxdığınızda o da çox belə ideal bir şey deyil. Mən bunu çox yerdə qeyd edirəm. Churchill'in bir qəşəng bir sözü var. Ona soruşurlar ki, demokratiya haqqında fikriniz nədir? Deyir ki, valla demokratiya bir köprülü idarə etmə modeli deyil, amma insanoğlu ondan yenisini tapa bilməyib. İndi korporativ idarə etmə də süper bir model olmasa belə, amma bu dəqiqə bütün dünyada qəbul olunmuş və sizin çox nümunə götürə biləcəyiniz, həddən artıq çox nümunənin olduğu, çox gözəl idarə etməsi, yəni yaxşılarını və pislərini görə biləcəyiniz idarə etmə modelidir. Burada əsas nədir? Planlama. Korporativ şirkətlər 5 il, 3 il, 7 il, 20 il, 30 il planlama eləyirlər. Yəni, vaxtı ilə deyirdilər ki, Nokia şirkətinin bir ofisi var imiş. Orada, məsələn, 20 il sonra çıxardacağı telefonların
prototipləri var imiş. İndi bu dəqiqə Apple-a baxdığınızda və ya nə bilim Microsoft-a baxdığınızda onlar fərqli bir yerdədirlər yəni. Onlar heç bir zaman bugünü və ya sabahı fikirləşmir və ya bir Coca-Cola şirkəti heç bir zaman fikirləşmir ki, mən ilin axırında nə edeyim? Belə bir şey yoxdur yəni. Uzun müddətli bir planlar vardır. Hesabatlıq möhtəşəm olur. Yəni süni intellekt bu işin içinə giribdir, tamamilə fərqli bir yerə gedir, daha fərqli bir analitikalar var, fərqli bir şey var. Sistemli qərar vermə ona. Bir adam heç bir zaman qərar verə bilməz. Heç bir zaman. Yəni orada nə qədər möhtəşəm bir idarəçi, CEO olsaz belə, orada möhtəşəm bir adamın verdiyi bir qərar keçərli olmur. Nədir burada? Əlbəttə ki, çeviklik itir. Bürokratiya yaranır. Yəni İngilis meeting sistem deyilən bir şey var. İngiltərədə bilirsiniz də, o da onların kulturasıdır. Heç bir toplantıdan qərar çıxmaz. Burada da korporativ şirkətlərdə hər zaman bir-iki dənə dəli olur. O adamlar da o şirkətlərdə çox uzun müddət dayana bilmirlər. O dəlilər nə edir? Tez qərar almağa çalışır, tez irəliləyiş eləməyə çalışır. Mənim gördüyüm çox elə dəlilər görmüşəm. O dəlilər çox uzun müddət o şirkətlərdə qalmır. Çünki o korporativ kultur onu orada yaşada bilmir. O oradan çıxmalıdır. Ya gedir lokal şirkətlərə, ya gedir öz biznesini qurur, tamamen fərqli baxar. Motivasiya, burada korporativ şirkətlərdə işləyənlərimiz var. Boş söhbətdir, heç bir motivasiya olmur. 30 ildir işləyirəm. Korporativ şirkətlərdə işləmişəm. Motivasiya lokal şirkətlərdə daha güclü olur, nəinki korporativ şirkətlərdə. Orada insan resurslarından olan yoldaşlar burada çoxdur yəqin ki. Onların insan resurslarını səhərdən axşama qədər işlədikləri ən böyük model motivasiyanı necə yüksək tutacaqdır. Başqa cür mümkün deyil. Əlbəttə, dediyim kimi, ən böyük üstünlük bu model dünyada çoxdur. Yəni, siz səhv eləmə ehtimalınız çox azdır. Yəni, burada nümunələr çox olduğuna görə sizin onun ən yaxşısını seçib istifadə eləyə bilirsiniz. Dediyim kimi, yəni, fərqlərə baxdığımızda mən əslində bu prezentasiyanı eləyəndə çox qəribə bir şəkil qoymuşdum. Lokal şirkətlər bir şey başa düşməlidirlər. Mən onu çıxartdım sonradan. Türkiye'de bir komedi şeyi var. Orada deyir böyle bir şey var. Deyir ki sonuç olarak sucuk satıyoruz. Yani çok sevirəm ha. Yani o çok böyle şeydir. Yani bazen şirketler o korporativləşməyə getməni çox tez qərar verirlər. Yani bir sucuk satan veya bir şey satan adam tez korporativləşə bilməz yani. Bu mümkün değil. Ve yok biz korporativləşək. Niye? Ama keçə bilmir. Çünkü ona hazır değil. Qabil müəllim 5 dəqiqəmiz qaldı. Bəli. Yaxşı. Nə önəririk? Mən təcrübələrimdən belə bir şey gördüm. Bu bir balanslı bir modeller var dünyada. Bunlar həm lokal təcrübəli, yəni o çeviklik məsələsini istifadə eləmək lazımdır. Çeviklik biznesdə çox vacibdir. Yəni bir Apple'ın Nokia qarşısında verdiyi qərar, yəni onu fərqli bir yerə getirib çıxardılar. Yəni siz çox yaxşı bilirsiniz, Netflix hekayəsini bilənləriniz var. Blockbuster deyilən bir şirkət var imiş. Yəni bu adamlar veya Kodak'ın hikayeleri var. Ne bileyim, dünyada bununla alakadar olarak minlərlə hikaye var. İndi mən sizə çox yaxında olacaq bir şey var. Mercedes'i var, BMW'si var. İndi Çinlilər qarşısında eləyəcəkləri məsələlər var. Yəni burada strateji formalaşdırdığınızda 100% lokaldan qərar verməlisiniz. Lokal, yəni bir bazarın özünün idarə etmə instinkti vardır. İcrada struktur, çoxlu modeller var və bu modelləri istifadə eləmək lazımdır. Bu korporativlikdən gələn modellərdir. Bunlar olmalıdır. Strukturlu bir şirkət olmalıdır, idarə etmə doğru olmalıdır. Ən böyük vacib məsələ liderlərdir. Dünyada satış, indi Sat Qrup bir yəni eğitim verən, yəni təhsil verən bir qurum olduğuna görə onlar üçün də bir şeydir. Dünyada ən çox alınan eğitim 2 dənəymiş. Çok qəribədir. Bir dənəsi satışdır, ikincisi liderliymiş. En çok insanlar bunu öğrenmeye çalışır. Yani bunlar tamamen farklı bir şeydir. Yani lider olmadığınızda heç bir idarə etmə modelindən danışmaq olmaz. Siz o liderinizi doğru seçməlisiniz. Liderinizi doğru seçmədiyiniz zaman bir biznesdə böyük bir irəliləyiş əldə eləmək olmur. Ona görə də o lider gəlib orada bir transformasiya eləyir.
Heç bir zaman bu lider sahibkar özü də ola bilər ha. Bax bunu da çox mən təcrübələrimlə gördüm. Bəzən sahibkar onu elə bir müddət sonra başa düşür ki, mən birini gətirdim, bura qoydum, amma mənim üçün burada dünyanı dağıdacaq, fərqli bir şey gətirəcək. Yox. O özü də elə. O özü eləməlidir onun transformasiyanı, başqası deyil. Bu da bir modeldir. Ona görə mənim gördüyüm, indiyə qədər təcrübələrimlə gördüyüm balanslı modellər hər zaman başarılı olur, hər zaman yaxşı nəticələr əldə edir. Yəni, mənim həm Azərbaycanda, həm Özbəkistanda, Qazaxıstan, Türkiyə təcrübələrimdən də gördüyüm balanslı model, yəni lokal, yəni yerli mentalitet, yerli sistemə uyğun bir beynəlxalq korporativ strukturla getmək hər zaman daha doğru bir idarə etmə modeli olur və onunla da çox gözəl strategiya edirsiniz. Təşəkkür edirəm. Qabil müəllim, çox sağ olun. Qısa sual verəcəm sizə icazənizlə. Buyurun. Siz qeyd etdiniz ki, korporativ struktura keçmək, vaxtında keçmək vacibdir. Korporativ struktura keçmək məsrəfdir, razısınız? Bəli. Zaman amma. Zaman. Zaman məsələ. Bəli. Yəni, korporativ struktura, mən bu gündən qərar verdik, biz buradan çıxdıq hamımız, burada sahibkar olan yoldaşlar var. Ben sabahtan korporativ struktura keçirəm, məncə doğru bir qərar olmaz. Aydındır. Bəs korporativ struktura keçid vəsait baxımından, kost baxımından məsrəfdirmi? Korporativ struktura keçid bir məsrəf olur, bəli. Hansısa sahibkar qərar versə ki, mən korporativ struktura keçirəm, zamanı gəlib. Həmin kostları, həmin məsrəfləri qarşılamaq üçün əlavə vəsait cəlb etməsi doğrudur, yoxsa yox? Məncə yox. O, bizdə Azərbaycanlılarda çox gözəl atasözü var, deyir, ayağıvı yorğanıva görə yol uzat. Ayağıvı yorğanıva görə uzatmadığında ayaqlar qalır çöldə. Bir də baxırsan ki, ayaq çıxıb çölə, onun heç corabı da yoxdur, ayaq yalın qalmışsan. Ona görə də çox zaman, mən görmüşəm bu arada, belə bir təsvip görmüşəm ki, yəni, o korporativləşirik deyir, böyük dəyişikliklər eləyir, yeni strukturlar, yeni bir şeylər yaradır. Amma bir də baxır ki, bu çox məsrəfdir. Bunu bağlayaq geridən təzdən geri gedək. Onu baxmaq lazımdır yəni. Təşəkkür, çox sağ olun. Sağ olun. Təşəkkür.